Bina savxozda sağa gedəndə, sağa gedən axırında tam asfaltın üstündə dövlətin suyu, işığı, qazı olan kirayə evin təqdimata gəlmişik. 300 manata 3 otaqlı evdir, tam əşyalı. Ev İran peci ilə qızdırırlar. Geniş evdir, harasa 100-110 kvadratlıq evdir. Mətbəxi, bax xaladenk təmtəzə xaladenkdir. Mətbəx mebeli var, paltar yuyan, aspirator, qazı, hamısı işləkdir, krantlarınacan. Bir dənə xarab şey yoxdur da. Xarab olan nə də varsa evin yiyəsi hamısını düzəldib tam təhvil verəcək. Bura qonaq otağıdır. Bu bir otaqdır. Bu otaqdakı əşyalar ev yiyəsinindir. Bir küncə yığacaq. Yəni qalan hissəsini istifadə edə bilərsiniz. Böyük otaqlarda onsuz da. Bu da digər otaq. Sağa gedəndədir. Həyətinə də maşın rahat gedir. İnterneti də var, qazı var, işığı var, dövlətin suyu var. Yəni burada dövlət suyudur. 300 manata yalnız ailəyə verilir. Ailələr əlaqə saxlasın. Bu da evimizin xarici görünüşüdür. Gördüyünüz kimi paketdam evdir. Normal evdir. Hər tərəfin şkaturu vurulub. İsti evdir. Həyətində hal-hazırda maşın var. Maşın çıxacaq. Yəni maşın da rahat daxil ola bilir. Maşını olan adamlar. İstəyən olsa 2-3 dənə də maşın qapının ağzında saxlaya bilərsən. Qeyd edirəm, dövlət suyu, qazı, işığı hamısı var. Amma kommunallar kirayədə qalanlıqdır. Yəni ev sahibliyi deyil. 300 manat sağa gedəndə.